Hər kəsə salamlar. İstəyirəm bugünkü videoda 3 misalın üzərindən gedərək nümayiş elətdirim, nəyi nəzərdə tuturam mən deyəndə ki, bir şey edəndə gərək biz real özümüzün haqqında bildiyimiz faktları unutmayaq. Gəlin birinci misal. Məsələn, məqsəd qoymaq. Çox zaman bilirsiniz, gedirik o vision boardlar düzəldirik ya da beynimizdə məqsədlər qururuq. Adətən bu proses baş verəndə insan özünü beynindəki özü ilə, olmaq istədiyi özü ilə, haqqında xəyal qurduğu özü ilə tanımladığına görə məqsədləri də oradan bir növ qaza gələrkən yazır. Yazır, məsəl üçün 7-8 məqsəd. İlin sonunda baxır ki, heç bir şey eləməyib ya da maksimum oradan obur-cubur bir şeylər eləyib və bu onu çox məyus edir. Çünki istədiyi özünə çatmayıb. Iıı, Yazdıqlarından heç bir şeyə nail olmayıb və sanki həvəsdən düşür. Amma indi gəlin nəzərə alaq ki, mən artıq özüm haqqında bilirəm ki, məsələn, ki mən bir şeyləri çox yavaş edən insanam. Kimsə bəlkə daha sürətli oxuyur, hazırlaşır, eləyir, daha tez qavrayır. Bu çox faktorlardan asılıdır. Mən Aygün Rüstəmli sadəcə yavaş-yavaş edərək bunu bacarıram. Mən yazıram məsəl üçün əvvəlcə ideal özümdən bir məqsədlər, baxıram o vərəqə və deyirəm, başlayıram bir növ gülməyə ki, sən bir ilə bunu çatdırmayacaqsan. Cırıram o vərəqə, atıram bir kənara, deyirəm, okey, realistik olaraq mən özümü tanıyaraq, özümün kim olduğunu və bacarıqlarımın hal-hazırda hansı səviyyədə olaraq yazsam bu siyahını necə yazaram? Çox güman ki, mən orada yazaram maksimum 3 dənə şey, bəlkə də 1 ya 2 dənə və onları elə yazaram, harda ki, mənim gözləntilərim özümdən ki, mən bunu 1 ayda yox, 3 ayda yox, 1 ilə edə biləcəm. Bəlkə 2 ilə edə biləcəm. Bəlkə 1 ilə sadəcə bünövrəsini qoya biləcəm. Mən bu realistik məqsədi qoyanda, mən öz bacarıqlarıma uyğun qoyuram deyə, mənim daha çox motivasiyam və həvəsim olur onları eləməyə. Çünki mən bilirəm ki, mən bu qədərini bacarıram. Özümə köklənərək yazıram onu. Və nəticədə ilin sonunda mən həqiqətən bir yerə gələ bilirəm. Və bu mənim içimdə o süni, qeyri-realistik özümlə müqayisə olmur deyə özümü məyus olmuş hiss etmirəm. Deyirəm ki, okey, bu idi. Mən onsuz da bilirdim ki, mən sadəcə bu qədərini edə bilirəm. İlin sonunda bu qədərini eləmişəm. Bravo mənə. Bu bir misal. İkinci misal. Bunu özümdən məsəl üçün deyə bilərəm. Mən qızım doğulandan bəri mənim dayəm var və mənim yoldaşım mənə deyirdi ki, gəl hər gün tutaq. Hər gün gəlsin. Məsələn, həftənin 5 günü gəlsin, həftə sonları sənə kömək edirik. Mən daima hiss edirdim ki, mənim içimdə hansısa müqavimət var bu prosesə, dayənin hər gün gəlməyinə. Oturub özümü analiz edəndə başa düşdüm ki, mən realistik olaraq özümü tanıyıram. Mənim qopmaq, uçmaq tendensiyalarım var və mən bunu bilərək mən çox qorxurdum ki, əgər mənim səhərdən axşama kimi köməyim olsa, mən kiməsə yaslansam, mən qızımla o əlaqəni, kontaktı qura bilməyəcəm. Nə zaman harda ki mən əgər mənim də boynumda məsuliyyət varsa, mən məcburan reallıqda qalıram. Reallıqda qalaraq özüm xatırlayıram ki, mən bu uşağı nə üçün dünyaya gətirmişəm? Mən bu uşağın həyatında iştirak eləmək istəyirəm. Özüm seçmişəm bunu. Sevinərək edirəm və bu qədərini mən bacarıram və buna yaslanaraq, bu fakta yaslanaraq mən dedim ki, yox, okey, mənə 3 gün, məsəl üçün gündə 4 saat yetir. Və o balans mənə kömək elədi həm işimdən olmamaq, klientlərimi itirməmək, özüm üçün zaman ayıra bilmək, dincəlmək. Yəni uşağı nə qədər sevirsənsə, uşağından bezdiyin anlar olur. Yorulduğun, verirsən kiməsə, darıxmağa başlayırsan uşağın üçün. Amma eyni zamanda da başqa günlər səhərdən axşama ki sən onunlasan və burada nə hirs, nə ziddiyyət yaranır, çünki o sənə uyğun bir balansdır. Amma mən hiss edirdim ki, mən əvvəldən 5 günlük kömək götürsəydim səhərdən axşama kimi, mən o kontaktı qoparmış olardım və mənim üçün bu yanlış bir şey olardı o dəstəyi almaq 5 gün. Çünki onu mən etsəydim, mən sanki real özümü unutmuş kimi olurdum.
Amma artıq 2 il keçib məsələn və mən hiss eləyirəm ki, mən o bünövrəni qoymuşam. Yetərincə reallıqdayam. Uşağımla kontaktım var. Ə, və artıq işimin və klientlərimin də sayı artdığına görə mən əlavə 2 günü də əlavə etmişəm. Yəni artıq həftədə 5 dəfə mənim dayəm var və mən qorxmuram o kontaktı itirməkdən. Çünki artıq özümlə daha kontaktdayam, real özümlə. Və dayənin olmadığı saatlar, günlər mən maksimum iştirak edirəm uşağımın həyatında ki, o günahkarlıq da hissi olmasın. Bu ikinci misal. Gəlin üçüncü misala keçək. Məsələn, mən o xanımam, hansı ki, fərqində olmadan bir növ dramaları, skandalları törədən və sevən və onlardan qidalanan birisiyəm. Mən əgər bu faktı özüm haqda bilmirəmsə, ya da bilirəmsə də unuduramsa, mən emosiyalarımın ucbatına gedib çox daima münasibətlərimin içində səhvlər edə biləcəm. Dost, tanış, qohum, həyat yoldaşım, uşağımla. Hətta əgər mən bu faktı özüm haqda unutsam, tutunmasam ona daima, mən özümün həyatını təhlükəyə də belə sala bilərəm. Çünki bəzən olur insanın beyni qızışır, hirs beyninə vurur. Məsələn, əl qaldıra bilirsən, olur ya uşaq var, ya həyat yoldaşı var. Məsəl üçün həyat yoldaşın da hirslənib öz instinkti ilə demirəm bu doğrudur, çox yanlışdır, götürüb birini ilişdirə bilər və sən həyatını təhlükə altına sala bilərsən. Amma insan özü haqda unutmayanda ki, mən provokasiyalar edə bilən bir qadınam, mən emosiyalarımın ucbatında səhv hərəkətlər edən bir qadınam, mənim emosiyalarımla hələ ki yaxşı kontaktım yoxdur, tez qaynayıb partlayan birisiyəm. Bax, bunu elə bil ki, burada belə bərk-bərk tutunuramsa o real özüm haqda olan o məlumata, onda mən reallıqda yaşayanda belə bir hadisələr baş verəndə özümə deyə bilərəm ki, ay gün, okey, stop, ehtiyatlı ol, bax, indi skandal yaranır, deyəsən sən qızışırsan bu dəqiqə, bu yaxşı qurtarmaya bilər və mən özümə bir növ kömək eləməyin yollarını tapıram. Amma unutsam, daima xoşa gəlməz situasiyalardan özümü tapıram və harda ki, ən çox nəticədə mən əziyyət çəkirəm. Baxmayaraq ki, sonda peşman da oluram hərəkətlərimdən, amma elədiyim də eləyirəm də, yəni beləyəm, buyam düşünürəm. Belə, bu ümid edirəm heç olmasa birəcə aydınlıq gətirə bildim. İnsan çox zaman real özü haqda bildiyi və anladığı şeyləri unudur, silir. Çünki daha çox xoşa gəlir insana özünü hansı ay günə tanımlamaq, hansı ki belə bu 10 dənə məqsədi yazır, çak eləyir və edir. Nəinki o ay gün hansı ki bir ilə maksimum bir şeyi nəsə eləyə bilər. Hansı ay gün özünü tanıya bilərəm, hansı ki mən belə super mega daxiləm uşağımın həyatına, hər şey edirəm, heç mənə dayə də lazım deyil, varsa da yenə də mən hər şey mənim kontrolumun altındadır. Nəinki o ay gün hansı ki öz tendensiyalarını tanıyır, bilir ki qopa bilər və qorxuları var. Nəinki o ay gün. Ya da hansı ay gündən daha xoş olar tanımaq, hansı ki bilir ki, mən skandallara meyilli biriyəm, skandallar törədirəm falan filan. Nəinki mən yazıq, mən heç nə eləmədim, mən nə bilirdim ki, mən şey elədim, mənə kimsə məsəl üçün məndən belə pis davrandı, kimsə mənə əl qaldırdı, uşağım mənə pis danışdı. Yəni fikir verin, orada mən qurban pozisiyasındayam, yaxşıyam, amma real özümlə kontaktda deyiləm. Harda ki mən bilirəm ki, mən də törədə bilirəm belə situasiyalar. Ona görə bizim çox güclü meyilliyimiz var. Özümüz haqda anladığımız məlumatları belə silmək istəmək. Amma həqiqi dönüşümü istəyiriksə, özümüzlə, insanlarla, həyatda rahat yaşam qurmaq istəyiriksə özümüz üçün, mütləq real özümüz haqda bu informasiyanı sanki mən pisəm deyil də bir şey kimi qəbul etmək. Sadəcə bir fakt kimi. Bu arada mən pisəm halı ilk əvvəllər insan özünlə tanışlığı başlayanda daima olacaq. Üzəlilə ilk 1-2 il də olar. Bu barədə mənim videom var, mən pisəm adlanır. Həqiqətən hər bir kəsə məsləhət görürəm. Arada bir dönə-dönə izləyin onu. Amma insan getdikcə, özünlə işlədikcə həm autoaqressiyası azalır, həm də nəhayət ki, bütün özü haqda informasiya sadəcə ona özü ilə və həyatla gözəl münasibət qurmağa yardım edən bir faktlar kimi baxa bilir. Belə, bu günlük bu qədər. Gələn həftə görüşərik.